Uca Rəbbimiz Həşr surəsində buyurur ki: "Və la takunu kellezine nasullaha fa'ansahum anfusahum ulaika humul fasiqun." Allah'ı unuttukları için Allah'ın da onları özlerine unutturduğu kimseler bənzəməyin. Onlar Allah'ın itaatindən çıxmış kimselerdir. Allamə Sa'd bu ayənin təfsirində buyurur ki, həqiqətən ən böyük məhrumiyyət qulun bu şeydən qafil olması, Allah'a unudan kəslərə bənzəməsi, onun zikrindən və onun haqlarını yerinə yetirməkdən qafil olması, nəfslərinin həzz və istəklərinə yönəlməsi, nicat tapmaması və heç bir fayda əldə etməməsidir. Bununla bərabər Allah onlara öz xeyirlərini unutdurar. Onları öz xeyirlərinə və faydalarına olan şeylərdən qafil edər. Beləcə də onların işləri səmərəsiz olar, hər iki diyarda ziyana uğrayar, aldanış içində olar, nə istədiklərini əldə edə bilər, nə də islah edib düzələ bilərlər. Çünki onlar fasiqlərdir. O kəslər ki, Rəblərinin itaətindən çıxmış və onun günah etdiyi şeylərə tərəf yönəlmişlər.